Salam, hörmətli tələbələr. Mən Ağayeva Günay, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Hərəkatı və Sosial Fəndlər Kafedrasının müəllimiyəm. Bugünkü mövzumuz şəxsiyyətin psixologiyasıdır. Gördüyünüz kimi planda 6 əsas yarım başlıq var. Birinci, fərd, şəxsiyyət və fərdiyyət anlayışları. 2. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu. 3. Şəxsiyyətin strukturu. 4. Şəxsiyyət və fəaliyyət anlayışı. 5. Mənlik şüuru və özünü qiymətləndirmə. Fərd, şəxsiyyət və fərdiyyət anlayışlarına keçməmişdən öncə insan nə deməkdir sualını cavablandıraq. Əslində bu suala bir çox elm sahələri, psixologiya, sosiologiya, fəlsəfə, antropologiya kimi elm sahələri cavab verməyə çalışmışlar. Bildiyimiz kimi insan hər şeydən əvvəl bioloji bir varlıqdır və bioloji təsnifata əsasən insan Homo sapiens, yəni ağıllı insan növünə daxildir. Bioloji növ kimi xüsusi bədən quruluşuna və bu əsasda da müəyyən anatomik, fizioloji imkanlara malikdir. O imkanlara ki, onlar bu növün şəxsiyyətə çevrilməsini mümkün edir. Buna görə də demək olar ki, insan gələcəkdə şəxsiyyətə çevrilə biləcək anadan gəlmə irsi imkanlara malik olan bir canlı varlıqdır. İnsan öz təbiəti etibarilə bioloji olduğu halda mahiyyəti etibarilə sosialdır. İnsanı fərqləndirən xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, o özünün subyektiv aləmdə gedən prosesləri dərk etmiş olur. Yəni, istər həm filogenetik, həm də ontogenetik inkişaf prosesində özünü dərk etmə insanın inkişafının zirvəsini təşkil etmiş olur. İnsanlar təkcə gözlərinin rənginə, səslərinin tembrinə, barmaq izlərinə və s. görə deyil, eyni zamanda şəxsiyyətlərinin xarakteristikasına görə də bir-birlərindən fərqlənirlər. Şəxsiyyət anlayışı bildiyimiz kimi mürəkkəb bir anlayışdır. İnsan həm orqanizm, həm fərd, həm də şəxsiyyət kontekstində xarakterizə etmək olar. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Psixologiya insanı fərd, şəxsiyyət kimi öyrənir. İnsan bioloji bir varlıq kimi psixoloji keyfiyyətlərini fərd termini, sosial bir varlıq kimi psixoloji keyfiyyətlərini isə şəxsiyyət terminində ifadə edirlər. Fərd nədir? Fərd insan nəslinin özünə məxsus, spesifik, yəni özünə məxsus cəhətləri, xüsusiyyətləri olan ayrıca bir nümayəndəsidir. Deməli, buradan da belə bəlli olur ki, fərd cəmiyyəti və sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərmiş olur. Fərd özünə məxsus psixoloji xüsusiyyətləri olan heç kəsə oxşamayan təbii bir varlıq deməkdir. Fərd anlayışı həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Yəni, biz fərd dedikdə buraya yenicə doğulmuş körpəni, yaşlı insanı, ağıldan kəm insanı, elementar vərdişləri belə mənimsəyə bilməyən ağılsızları bura aid edə bilərik. İnsan bildiyimiz kimi fərd kimi doğulur və cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edərək şəxsiyyətə çevrilmiş olur. Şəxsiyyət sözü həm rus, həm Azərbaycan, həm də ingilis dillərində həm maraqlı, həm də faktiki olaraq demək olar ki, eyni etimologiyaya malikdir. Azərbaycan dilində şəxsiyyət sözü öz əsasını ərəb mənşəli sözdən, şəxs sözündən götürmüş və hər hansı bir konkret şəxsi simanı ifadə etmiş olur. Rus dilində şəxsiyyət sözü liçina sözlərindən götürülmüş. İngilis dilində şəxsiyyət mənasını ifadə edən personality sözü vardır ki, bu da öz əsasını iki latın sözündən, per və sona sözlərinin birləşməsindən götürmüşdür ki, bu da bir növ vasitəli danışır mənasını ifadə etmiş olur. Sonralar isə qədim Yunanistanda və Roma imperiyasında bu sözlər aktyorun teatr tamaşasında istifadə etdiyi maskanı ifadə etmişdir. Qeyd olunanlardan da göründüyü kimi insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun simasını, sifətini ifadə etmiş olur. Birbaşa mənada bildiyimiz kimi insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, forması, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirmiş olur. Bu da isə təsadüfi deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin, şəklinin olması tələb olunur. Eyni zamanda bununla yanaşı bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəsinə çevrilir. O bizi təkcə verbal yolla deyil, həm də eyni zamanda qeyri-verbal yolla mimiki imkanlarımızın köməyi ilə ünsiyyətə girməyə bizə imkan yaratmış olur. Bütün bu qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məzmunundan ibarətdir.
Şəxsiyyət bioloji, sosial və psixoloji münasibətlərə inteqrasiya edərək fərdin özünəməxsus simasının yaranması prosesidir. Məhz bu iyerarxik münasibətlər sistemi inteqrativ bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirmiş olur. Şəxsiyyət insanın psixoloji siması olub, şuura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan bir adamdır. Şəxsiyyət müəyyən ictimai tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib, müəyyən istiqamətdə onu dəyişdirməyi bacaran, ünsiyyətə girməyə bacaran konkret canlı bir insandır. Şəxsiyyət müstəqil, sosial fəal olan bir adamdır. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərdidir. Şəxsiyyətə hansı tərəfdən yanaşsaq görərik ki, şəxsiyyət o adama deyilir ki, o bir sıra psixoloji keyfiyyətləri özündə əks etdirir. Bunlara həmin bu keyfiyyətləri biz aşağıdakı kimi xarakterizə edə bilərik. Birinci şəxsiyyət o adama deyirik ki, o başqalarını qavrayıb qiymətləndirməklə bərabər öz mənliyini də dərk edib qiymətləndirməyi bacarsın. İkinci şəxsiyyət o insandır ki, mühitə aydın dərk olunmuş münasibət olsun. Bu nə deməkdir? Yəni, cəmiyyəti təşkil edən insanlara münasibət olsun, onu əhatə edən əşyalara münasibət olsun, əməyə münasibəti olsun, öz mənninə münasibəti olsun, adət və ənənəyə münasibəti olsun. Üçüncü, şəxsiyyət o adamdır ki, özünün əqidəsi, sərvət meyli var. Dördüncü, şəxsiyyət o adamdır ki, o fəaldır, cəmiyyəti dəyişə bilir, cəmiyyət təkmilləşdirə bilir, özünü təkmilləşdirə bilir və özünə nəzarət edə bilir. Anadan təzəcə doğulmuş uşaq hələ şəxsiyyət deyildir. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevrilmiş olur. Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı bildiyimiz kimi çox cəhətlidir. Burada dialektik sürətdə iki proses bir-biri ilə uzlaşmış olur. Bir tərəfdən şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş şəkildə daxil olur. Onun insanlarla və ictimai həyatın digər sahələri, əlaqələr daha da genişlənmiş olur. Bəs bunun sayəsində də ictimai təcrübə insan yiyələnir, onu mənimsəyir və onu öz sərvətinə çevirmiş olur. Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi, yəni başqa cür sosializasiyası kimi xarakterizə olunur. Digər bir tərəfdən isə şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir. Yəni, onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdləşmə prosesi təşkil edir. Fərd şəxsiyyətə çevrildikcə həm də eyni zamanda fərdiyyətin xüsusiyyətlərini də özündə əks etdirmiş olur. Fərdiyyət və şəxsiyyət anlayışları demək olar ki, məzmunca qismən bir-birinə yaxın olan bir anlayışlardır. Əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, onun şəxsi simasını, onun prinsipiallığını, çətin durumlarda qərar qəbul etmə qabiliyyətini ifadə etmiş olur. Fərdiyyət dedikdə isə buraya xarakter, temperament, psixi proseslərin cərəyan etmə xüsusiyyətləri, üstünlük təşkil edən hisslərin və fəaliyyət motivlərinin məzmunsu formalaşmış qabiliyyətləri biz bura aid edə bilərik. Digər sualımız şəxsiyyətin strukturudur. Bura şəxsiyyət nəzəriyyələri aid edilir. Şəxsiyyət nəzəriyyəsinə keçməzdən öncə isə şəxsiyyətin formalaşması hansı amillərə əsaslanır, onlara baxaq. Şəxsiyyətin formalaşması dedikdə ilk öncə təbii, bioloji və anadan gəlmə amillərlə xarici, yəni tərbiyənin, təlimin və sosial mühitin qarşılıqlı təsir nəticəsində baş verən inkişaf prosesi nəzərdə tutulur. Deməli, buradan da göründüyü kimi şəxsiyyətin formalaşması həm bioloji, yəni həm daxili, həm də xarici amillərlə şərtlənmiş olur. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər məsələsi demək olar ki, hələ də mübahisəli şəkildə qalır. Lakin bizə məlumdur ki, insan bioloji, təbii quruluşa malik olsa da, o tarixi inkişafın məhsuludur. İnsanın demək olar ki, bütün psixi prosesləri ictimai amillərin təsiri ilə şərtlənmiş olur. Eyni zamanda bu da bizə məlumdur ki, şəxsiyyətin mahiyyəti öz etibarı ilə, yəni təbiəti etibarilə ictimaidir və onun bütün psixi xassə və keyfiyyətlərinin inkişaf mənbəyi, yaradıcı fəallığı sosial mühitdə və cəmiyyətdədir. Lakin bütün bunlar şəxsiyyətin bioloji, təbii bir varlıq olduğunu inkar etmək demək deyildir. Bizə aydındır ki, insanın psixi inkişafı üçün müvafiq təbii bioloji imkanın olması zəruridir.
İnsanın beyni, sinir sistemi təbii ki, bilik olmalıdır. İnsanın təbii xassələri psixi inkişafın zəruri şərtini təşkil edir. Lakin bununla yanaşı təbii xassələr özlüyündə nə insanın xarakterini, nə onun qabiliyyətini, nə maraqlarını, nə əqidəsini, nə də ideallarını təyin etmir. Beynin quruluşu bir bioloji orqan kimi şəxsiyyətin əsasını təşkil etmiş olur. Şəxsiyyətin demək olar ki, bütün keyfiyyət və xassələri ictimai varlığın məhsuludur. Bu baxımdan da normal bir beyinə sahib olan uşaq cəmiyyətdən kənarda böyüdülərsə, o heç vaxt təbii ki, şəxsiyyətə çevrilə bilməz. İnsanın sinir sistemi ətraf aləmi dərk etmək üçün müəyyən anadan gəlmə imkanlara malikdir. Lakin insanın müvafiq qabiliyyəti məhz fəaliyyət prosesində, ictimai həyat şəraitində, təlim-tərbiyə nəticəsində belə deyək, formalaşmış olur. Psixologiyanın tarixinə nəzər salsaq, şəxsiyyətin formalaşması sahəsində bir-birinin tam əksini təşkil edən iki əsas nəzəriyyəyə görə bilərik. Endogen və eksogen nəzəriyyələr, hansı ki, endogen bilirik ki, Yunan dilindən tərcümədə daxili, geniş məişə deməkdir. Yəni, endogen nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyatın rolunu ön plana çəkir. Eksogen nəzəriyyədə isə ekso bilirik ki, xarici, geniş mənşə deməkdir. Eksogen nəzəriyyələrdə isə insan bir növ tabular rasaya, yəni ağ lövhəyə bənzədilir. Şəxsiyyətin formalaşması ancaq sosial amillərin təsiri ilə izah olunur. Yəni, ümumiləşdirərək qeyd edə bilərik ki, endogen nəzəriyyədə şəxsiyyətin inkişafı bioloji amillərlə əlaqələndirilir. Yəni, burada əsasən daha çox irsiyyatın rolu əsas olaraq götürülür. Eksogen nəzəriyyədə isə şəxsiyyətin formalaşması ancaq və yalnız sosial amillərin təsiri ilə izah olunur. Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr də mövcuddur. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət onlardan ibarətdir ki, onların hamısı birbaşa şəxsiyyətin psixoloji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Şəxsiyyət nəzəriyyələrindən biri Avstriya psixoloqu və psixiatrı, psixoanalitik Zigmund Freudun nəzəriyyəsidir ki, o qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret mexanizmlərinə malikdir. O, şəxsiyyətin strukturunda üç əsas instansiyanı, yarım strukturu fərqləndirmişdir. İd, o, ego, mən, superego, supermən. Freud belə hesab edirdi ki, şəxsiyyətin inkişafının əsas hərəkət verici qüvvəsi hər şeydən əvvəl libido, yəni cinsi enerjidir. Freudun fikrinə əsasən həyata keçirmə arzular insanda nevroz yaradır. O qeyd edir ki, biz arzularımızı nə qədər çox həyata keçirəriksə, bir o qədər patoloji hallardan uzaq olarıq. Eyni zamanda qeyd edirdi ki, insana heç vaxt ağıldan bəla gəlmir. Nə gəlirsə arzuların çoxluğundan gəlir və arzuların çoxluğu insanda patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə gətirib çıxarır. Və bütün bunları əsas götürən Freudun fikrinə əsasən şəxsiyyətin formalaşmasında qeyd etdiyimiz tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını da təmin etmiş olur. Həmçinin eyni zamanda o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar. Şəxsiyyət haqqında digər bir nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlər sisteminin yaradılmasına cəhd göstərilir. Yəni, burada biogen, psixogen və sosiogen elementlərin rolu ön plana çəkilir. Digər bir nəzəriyyə Konun nəzəriyyəsidir. Rus psixoloqu Kon belə hesab edirdi ki, şəxsiyyət anlayışı çoxmənalı bir anlayışdır. Bir tərəfdən o fəaliyyətin subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri ilə sosial rollarını vəhdətilə birlikdə götürülür. Digər bir tərəfdən isə şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi onda yaranmış sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa insanlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış, onun əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərinin toplusu kimi başa düşülür. Ayrı-ayrı insanların fəaliyyətində, davranışında bir sıra uyğun cəhətlər vardır. Bu baxımdan da insanları uyğun və oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunlara da şəxsiyyət tipləri deyilir. Alman psixoloqu Şvanger şəxsiyyətin 6 əsas tipini qeyd etmişdir. Nəzəri tip, yəni həqiqəti aşkara çıxarmağa meyillik, tənqidi yanaşma rəayət edilir. İqtisadi tip, faydaya meyillik, praktiklik. Estetik tip, dünyanın obrazlı qurulmasına meyillik. Sosial tip, insanlara sevgi. Siyasi tip, hakimiyyətə meyillik və dini tip, fövqəli təbii inam kimi qeyd etmişdir.
Digər şəxsiyyət tipləri Xorniyə məxsusdur. Xorni şəxsiyyətin üç əsas tipini qeyd edirdi. Güzəştə gedən, yəni insanlara istiqamətlənmə, təcrid edilmiş, yəni insanlardan təcrid olunan, bir də düşmən, yəni insanlara qarşı. Jung da əsasən şəxsiyyətin iki əsas tipini qeyd edirdi. Yəni şəxsiyyəti iki əsas tipə ayırırdı: ekstravertlər və bir də introvertlər. Fromm şəxsiyyətin 5 tipini qeyd edirdi: reseptiv, istismarçı, yığıcı, bazar və məhsuldar. Bir də digər bir məşhur İtalyan kriminalist psixoloqu var ki, Lombroso. O qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən insanlar o insanlardır ki, onlarda cinayətkarlıq etmək irsi, yəni anadan gəlmədir. Yəni bu nə deməkdir? Əgər şəxs anadan gəlmə cinayətkardırsa, onda o cinayətə meyillidir və bu onda təzahür edib etməməsindən asılı olmayaraq onun mütləq cinayətkar olmasına dəlalət edir. Psixoloq Karten Horney insan şəxsiyyətinin əsasında anadan gəlmə narahatlıq hissini qoymuşdu və onun fikrinə əsasən uşaq anadan olarkən həmin hisslə doğulmuş olur. Sağalıq dövründən gənclik dövrünə qədər aşağıdakı fəaliyyət növlərini biz qeyd edə bilərik. Bu Elkonin təsnifatıdır. Birinci, vasitəsiz emosional ünsiyyət. 2. Əşya və manipulyasiv fəaliyyət. 3. Rollu oyunlar. 4. Təlim fəaliyyəti. 5. İntim şəxsi ünsiyyət. 6 isə tədris peşə fəaliyyətini biz qeyd edə bilərik. Digər sualımız mənlik şüuru və özünü qiymətləndirmə ilə bağlıdır. Gəlin əvvəlcə baxa görə mənlik şüuru nədir? Mənlik şüuru insanın özünü bir şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Onun bir sıra əsas əlamətləri vardır. İnsan özünü bütün ətraf aləmdən, yəni öz mənini qeyri-mənnindən ayırır. Özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirir və dərk edir. Psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlar. Mənlik şüurunun strukturunda üç cəhəti biz fərqləndirə bilərik. Birinci mənobrazdır. Bu, insanın özü haqqındakı təsəvvürləridir. Başqa sözlə, psixoloji avtoportret də buna deyə bilərik. İkinci özünü qiymətləndirmədir. Yəni insanın özü haqqındakı təsəvvürlərini adekvat olaraq qiymətləndirməsidir. Üçüncü isə potensial davranış reaksiyalarıdır. Bu isə mən obrazı ilə özünü qiymətləndirmənin insanın davranış və rəftarında təzahür etməsidir. Bildiyimiz kimi insanda eyni vaxtda üç mən obraz olur. Real mən, ideal mən və bir də sosial mən mövcuddur. Hansı ki, real məndə insan özünü necə görməsidir, özünün qabiliyyətlərini, statusunu necə qavramasıdır. İdeal mən əslində özünü necə biri kimi görmək istəməsidir. Sosial mən isə insan həmişə özünə başqalarının gözü ilə baxmasıdır. Psixoloji tədqiqatlarda özünü qiymətləndirmənin üç əsas səviyyəsini müəyyənləşdirmək imkanı bizə verir. Birinci, adekvat özünü qiymətləndirmə. 2. Qeyri-adekvat yuxarı qiymətləndirmə. 3. Qeyri-adekvat aşağı qiymətləndirmədir. Adekvat özünü qiymətləndirmə insanın özünə verdiyi düzgün qiymətləndirmədir. Qeyri-adekvat yuxarı qiymətləndirmə insanın özünü olduğundan yuxarı qiymətləndirməsi. Qeyri-adekvat aşağı qiymətləndirmə isə insanın özünü olduğundan aşağı qiymətləndirməsidir. Özdə qiymətləndirmə şəxsiyyətin iddia səviyyəsi ilə də bilavasitə əlaqədardır və bunu ilk dəfə olaraq 1890-cı ildə James tərəfindən irəli sürülmüş və gördüyünüz kimi aşağıdakı düsturla ifadə etmişdir. Özünü qiymətləndirmə bərabərdir. Müvəffəqiyyət dərəcəsi bölünsün iddia səviyyəsinə. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.